Hörmətli qonaqlar, dəyərli xanımlar, hər birinizi ölkəmizdə ilk dəfə keçirilən Qadın Liderləri Zirvəsində ürəkdən salamlayırıq. Bu tədbir Azərbaycanımızda qadın liderlərin formalaşmasını mütləq bir təkan verəcəkdir. Yeni ideyaların formalaşmasına imkan yaradacaqdır və yeni şəbəkələşmənin və daha da inkişaf edəcək bir cəmiyyətin formalaşmasına təsir göstərəcəkdir. İlk panelimizin moderatoru, Kapital Bank Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin üzvü Fərqanə xanım Məmmədova. Qadınların sərhədləri genişləndirilməsi haqqında danışaq. Özünüzü daha çox araşdırın, öz missiyanızı müəyyən edin və öz missiyanızın dalıca gedin. Şefkatli liderlik, o içimizdeki kök salmayı sağlayan eril tarafımızla göğe yükselip ürün vermeyi, yaratıcılığı yaratmayı, üretmeyi sağlayan tarafımızın empatinin ötesinde kapsayıcılığı sağlayan gücüyle birleştirir. Ən vacib odur ki, biz xoşbəxt olaq və mənim ailəm də əgər mən xoşbəxtəmsə, xoşbəxt olacaqlar. Mütləq deyil rol olaraq lider olsun. Özü ruh olaraq da, bir fərd olaraq da lider olan bir qadın əminəm ki, cəmiyyət üçün o liderləri yenə də yetişdirəcək. Eyni vəzifəyə xanım və kişi namizəd müraciət etdikdə qərar qəbul edərkən tam şəffaf yanaşırıqmı, yoxsa bir stereotiplər bizim qərarlarımıza təsir edir? Düşünürəm ki, stereotiplər mövcuddur və stereotiplərin aşmasında yolumuz nədən keçir? Fikrimcə onları tanımaqda, var olduğunu qəbul etməkdə. Ailə iş həyatı balansını qorumağa çağırıcı yönümlüdür mənim fikrim. Məncə qadınlar öz iş həyatında, ailə həyatındakı prosesləri də çox sistemli şəkildə idarə edə bilər, bunu bacara bilər. Bugün bu tədbirdə iştirak etməklə necə düzgün qərar verdiyimin bir daha şahidi oldum. Bu qədər uğurlu qadınla bir yerdə olmaq doğrudan da çox qürur verici bir hissdir. Belə bir nəticə çıxartdım ki, qəribləşmiş fikirlərə, stereotiplərə baxmayaraq daim özünə inanmaq, güvənmək və öz arzularının ardınca getmək çox vacibdir. Həyatda sadəcə bugün mən hardayam və nə istəyirəm, özünü dinləyib o an üçün onu etmək. Və heç vaxt heç nə üçün gec deyil. Buna çox inanıram.